Birinci medal qazandı, təəssüratlarını bildirərik. Əvvəla salamlayıram hər kəsi. 2 il bundan əvvəl yenə bu ölkədə Albaniyanın Tirana şəhərində Avropa çempionatında gümüş medal qazanmışdım. Bu ildə təəssüflər olsun ki, bu medalı qızıl eləmək istəyirdim. Təəssüflər olsun, qismət olmadı. Amma yenə də vətənə medalsız qayıtmadıq. Çox şükür. Rəşad, yaxınlıqda çempion danışır. Belə deyim də, sənin şansın olsaydı çempionla bir də görüşəsən, yerinizi dəyişə bilərdinizmi? İnşallah, yəni qabaqda bizim yarışlarımız çoxdur. Mən elə fikirləşirəm ki, yenə biz qarşılaşacağıq. Yəni bu məğlubiyyət təkrarlanmayacaq. Rəşad, Eldəniz Əziz də buradaydı və bu şəkildə kifayət qədər silinməz iz qoymuşdu maçını. Yəni onunla necə danışmışsınız, sizə bir məsləhətlər verilmi? Bəli, Eldəniz Əzizin burada olmağı mənim üçün çox böyük bir stimul idi. Özü şəxsən olaraq, yəni mənlə stakadan əvvəl bütün məsləhətlərini vermişdi, bütün rəqibin necə fərqlə istifadə edir, hamısını mənə öyrətmişdi. Təəssüflər olsun ki, yəni hardasa yəqin ki, biz saçmamazlığımız olub. Uğurlar. Sağ olun. Təşəkkür ederim.